Engelli Eğitim, Kültür, Sağlık, Spor Vakfı Engelsiz Gün 05 projesi ilə bugün biz e-mail vasitəsilə mesajlaşmağı öyrədəcəm. Bu proqram meni e-mail proqramıdır. Aha, girirsən ora. Burada aşağı hissədə görürsən qələm işarəsi. Onun üstünə bassın, tərtib edin. Bura kimə mesaj göndərəcəksənsə, onun həmin şəxsin e-mailini yazırsan, tamam mı? E-maildə hərənin öz e-mail kodu olur, belə e-mail formasında. Bura isə kimə, kimdən kimə? Bura kəndi özünkünü yazırsan, bura isə kimə göndərəcəyini yazırsan. Kimə, məsəl üçün, mən özümə göndərəcəm burada. Bax buna. Məndən, məsəl üçün, bu səhifəyə göndəririk. Buradan başlayırıq, mövzu seçirik. Yəni, hansı konuda yazacaqsansa, həmin mövzunu bura qeyd edirsən. Bu hissə isə məktub yazırsan, yəni nə yazmalısın? Məsələn, salam, necəsən? Bu şəkildə. WhatsApp gibidir, amma biraz farklı. Göndərmə, bunu yazdıqdan sonra mövzuna, məsəl üçün, istədiyin mövzunu yaza bilərsən, o fərq yoxdur. Ondan sonra burada ikinci quş işarəsini görürsən, belə ox işarəsini, tamam, görür müsün? Onun üstünə basırsan və mesaj göndərilir. Tamam mı? Tamam. Həmin o mesajı da bax, bura göndərdim, bu səhifəmə göndərdim. Məndə, bax, gəldi. Salam edirsən, bu şəkildə. İstəyirsən bir də sən də dənə. Tərtib edəm, aha, bəli, kimə? Burada, bu mənim səhifəm, buna yaz, aha, bura bassın. Sonra bura məktub yazsın. Nəsə bir şey yaz. Ne yazayım ki? Salam, nə bilim, nə yazmaq istəyirsənsə yaza bilərsən. Nasılsın? İndi göndər. Yani buradan mı? Aha, aferin, oradan göndərsin. Xəstə mesaj göndərdi, bax gəldi. Nasılsın? Tamam mı?